Bugün sizlerle birlikte Geometry Taşlight'ın ikinci bölümüyle karşınızdayım. Gördüğünüz gibi bu bölümde Back on Track ve yaxud Polar Geist bunları oynayacağım. İlk önce Back on Track'dan başlayacağım. Yani dediğim gibi ben bunu evvelden oynadım üçün yani neçə il əvvəl mən 1-2 il əvvəl bunu oynamışam yani. Ona göre de mənə göre asan gəlir. Yani bunun diğer ilk paylaştığım bölümü çox izlənməmişdi. Çox like almamışdı. Yəni çox like almasını da gözləmirdim çünki kanal təzədir. Amma mən sizdən bir 5 like, 10 like gözləyirəm. Hansı oyun oynamağımı istəyirsinizsə yorumlarda da deyə bilərsiniz. Hansı oyun oynamağımı istəyirsinizsə yorumlarda deyə bilərsiniz. Oradan yani giriş var idi gördüğünüz gibi. Orada kızıl var idi. Mən Schoolboy Runaway, İstanbul Guys bunları oynamaq düşünürəm və yaxud yenə görəv verə bilərsiniz mənə Brawl Starsda. Görəv videosu çəkə bilərəm. Yəni sizin önərdiyiniz hansısa bir oyun videosu varsa, yəni mənə deyə bilərsiniz. Həmin oyunu oynayıb videosunu çəkib ata bilərəm. Yəni gördüyünüz kimi heç uduzmadan bu bölümü keçdim. İndi çıxaq buradan. Reklam gəldi. Gördüyünüz kimi birinci bölüm və ikinci bölüm qutarıb. İndi sizlərlə birlikdə üçüncü yer oynayacağım. Yəni video çox qısa olduğu üçün mən üçüncü bölümü də oynamaq istədim. Gələn səfər 4'ü, vaxtlıca da 5'i oynamağı düşünürəm. Yəni bu bölümdə bunları oynadım. Yəni dediyim kimi çox izlənmədi birinci bölüm. Yəni çox izlənməsində zaten gözləmirdim. Amma hansısa oyunu oynamağımı istəyirsinizsə yorumlara yaza bilərsiniz. Oynayacağım. Yoruma yazdığınız hər yoruma baxıram, yazdığınız hər yoruma baxıram. Yəni hansı oyun istəyirsinizsə də yorumda deyə bilərsiniz. Dediyim kimi mən Schoolboy Runaway, İstanbul Guys oynamaq düşünürəm. Brawl Stars'da da yəni görevlər verə bilərsiniz. Məsələn, yorumlarda o görevləri edib video çəkərəm. Belə yəni bunun 3-cü, 4-cü bölümləri də gələcək. Bunu qutaranacan yəni. Gördüyünüz kimi hələ ki uduzmuram. Yəni çünki mən bunu əvvəlcədən oynadığım üçün, yəni məlumatım var da, yəni praktik əvvəlcədən oynadığım üçün praktik aparmışam, udurdum. Qutarır deyil. Video bəyənib kanala abunə olmağı da unutmayın. Yəni YouTube kanalına təzə başlamışam. Mənə dəstək olmağı unutmayın. Hansı oyun istəyirsinizsə yenə də deyirəm, yorumlara yazsanız mütləq baxacağam və həmin oyunu oynayacağam. Orada tullanmayacaq. Orada bir tane gizli yer var idi. Oradan yani şeyləməyə gözləyirdim. Oradan qız almağı düşünürdüm. Atladım. Ona göre de fikrim yayındı. Orada tullana bilmədim. Yoxsa indi oradan çoxdan tullanmışdım.
Neyse. Yani burada qızılların əhəmiyyəti elə deyirlər yoxdur, amma iləriki bölümləri, elə bölümlər var ki, onları açmaq üçün bu qızıllardan istifadə olunur da. Neçə dənə qızıl yığmasan ki, o bölümləri açasan. Bunun asan yolunu deyirəm. Bax, burada yuxarı deyirsən, yuxarı. Gördüyünüz kimi yuxarı yapışırsan, hop. Buradan da asan bir şəkildə götürürsən. Burada yəni gizli yerlər var, gizli yer dediyim yəni gizli yer. Ortada qızıllar olur yəni. O qızılları götürmək üçün. Baxın, burada bir yerdə gördünüz. Orada tullanmalıydım. Yadımdan çıxdı tullanmaq. Bu səfər olacaq. Oğlum bu səfər götürəcəyim. Görəcəksiniz. Səs açacaqdım burada, yəni siz bağlayıb açmaq olur. Səs açacaqdım, fikrim ona getdi. Orada gördüyünüz kimi götürdüm də yəni. Amma fikrim dağıldığı üçün ardını edə bilmədim. Əslində mən bunu istəsəm indi çoxdan keçmişdim. Amma niyə keçmədim bilmirəm. İndi bu bölüm keçəcəm, yəni uduzmayacağam. Bu el bitir. Bitsin, videonu da bitirəcəm. Gələn bölümdə də 4-ü, vaxt çatsa da 5-i qurtarmağı düşünürəm. Video dışında oynamıram əslində. Amma orada bu bölümü biraz getdiyim, o birisi bölümü qurtardığım o video çəkmişdim. Səsim düşməmişdi. Ona görə onlar o bölümlər bitmişdi. Ona görə də videonu təkrar çəkmək zorunda qaldım. Olmadı. Səsimi bağlayacağım. Yəni danışmayacağım. Odaqlanacağım. Tamam. Bitirdi. Çox az qalmışdı, amma o səhvlə getdi. Məncə 10 dəqiqəyə qurtarmaq istəyirdim. Amma deyəsən video uzanacaq. Niyə belə oldu, yəni heç bir fikrim də yoxdur. O qızıl almaq üçün çox kez öldüm. Yəni mən indi çoxdan qurtarmalıydım əslində, amma nəysə. Qurtaracam da, yəni. Video çox uzun olmasını istəmirəm, çünki uzun olanda mənim fikrimcə izlənmir. Zaten kanal yeni açıldı. Ona görə də. Kanal yeni açıldıysa izlənmir. Qayda çox uzun olanda da izlənmir. Ona görə. Orada çox şey oldu. Neysə. Olan şeydir. İndi bu oyuna baxırıq. Yəni bu oyunda inşallah
qurtaracaq. Gördüyünüz kimi şöyle öyrəşdim biraz. Yarısına çatmışam məncə. Üçüncü şeyi də almağı bilirəm. Üçüncü şeydə qarşıda burada alırlar. Amma onu almadım. Yəni çox şey demək lazım deyil, video uzanır. Üçüncü qızılı da burada alırdılar, amma çox almadım, onu vaxt harcamadım. Çünki video uzanır, bir dəfə də ölmək istəmirəm. Eyni yerdə öldüm, eyni yerdə öldüm, inanadım da. Neyse, ciddiləşək biraz. Full odaklanaq. Dediyim kimi, yəni hansı oyun oynamağımı istəyirsinizsə yorumlarda belirləyə bilərsiniz. Video bəyənməyi, kanala abunə olmağı, mənə dəstəkləməyi unutmayın. Yenə dediyim kimi bu videodan sonra bəlkə Schoolboy Run videosu gəldi. O da bu videodan sonra o videosu gələ bilər. Bunun ya da bunun 3-cü bölümü gələ bilər. Dəqiq bilmirəm. Yəni short videolarda çox paylaşmıram, amma short videolarda paylaşmağı düşünürəm. Çünki short videoları daha çox adamların qarşısına çıxır. Yenə buradan getdik. Sabır. Yəni danışmayacağam, full odaklanacağam ki, qutarsın, çünki video çox uzadı. Axırına video salıram. Axıra gedədən sonra qoşacağam videonu. Çünki çox belə əsəbləşdim biraz. Axıra yaxın çatmışam demək olar. Yəni qoşdum ki, videonun şey olsun. Video çox uzandı. Həddindən artıq çox uzandı. Mən videomu bu qədər uzun düşünmürdüm. Maksimum məncə video uzunluğu 10 dəqiqə, 11, 12-də. Yəni belə olmalıdır məncə. Video çünki çox uzandı. Çox diqqətsizlik oldu arada. Mən buranı nətər keçəmədim və bu qədər. Bitti. Bugünlük bizdən bu qədər. Abunə olub like atmağı unutmayın. Hansı oyunu oynamağımı istəyirsinizsə yorumlara yazın. Sağ olun.